Salam əziz və dəyərli şagirdlər, bu günlərin bir 12 sualın qrammatik izahına baxacağıq 9-lar üçün. İlk öncə görək, burada action moment var. Action moment bilirik ki, indiki davam edici zamandır və D variantı bizim doğru variantımız olacaq. İkinci suala baxırıq. İkinci suallar pozitiv case aid bir sualdır. İlk öncə baxaq. Əgər cümlədə əlavə köməkçi feil varsa və özündən sonra isim gəlirsə, deməli, biri götürəcəyik. İkinci suala baxaq. Left var, yəni özündən sonra nə gəlib? Feil gəlib. 2-ni çıxaq. Yenə özündən sonra isim gəlib və əlavə bir dənə nəyimiz var? Köməkçi feilimiz var. 3-ü də götürəcəyik. Cavabımız olacaq B variantı. Baxaq. Modal feillər istəyir. Özündən sonra ilk öncə baxırıq, görürük to gəlir. To gəldiyinə görə can, may çıxar. Haven't to anadan gəlmə səhvdir. B-də çıxar. U ilə də has uzlaşmaz getdi. Cavab olacaq A variantı. Baxıram bu suala. Feilin make var. Və bilirik ki, make-dən və özündən sonra obyekt al gəlməlidir. Ona görə burada allıq alır, C-ni çıxacaq. Make-dən to işlənməz. Çünki make to ilə işlənən feillər qrupuna aid deyil. Və həmən bizim bu ikinci kompleks obyektimiz, yəni mürəkkəb tamamlığımız şəxsə və kəmiyyətə görə, zamana görə dəyişməz. Y-də getdi. Baxaq, ing gələn qruplarda let-lə make aid deyil. Ona görə cavabımız olacaq B variantı. Baxıram, burada sifət sualına done var. Yəni, bu da bildiyiniz kimi, əgər çox hecalı sözlər varsa, çox hecalı sözlərdə bildiyimiz kimi nə işlənir? More-la, yəni D variantı. Article niyə olmur? Çünki özündən sonra isim yoxdur. Baxaq, burada conjunction sualıdır. Either or işlənməz, neither or işlənməz, both or, both and olmalıydı. Yəni, neither-dən or-dan işlənməli idi. Necə ki, C variantında olduğu kimi. Baxaq, düzgün şeylər. FU-dan sonra bildik ki, cəm gəlməlidir. Biri götürək. Many-dən sonra sayılan gələr. Furniture sayılmırdı. 2 səhvdir. 2-ni gələn çıxaq. D getdi. Matchdan sonra cəm gəlməz, sayılmayan gəlməlidir. 4-də çıxaq. Y getdi, cavab oldu A variantı. Baxaq, passive voice. İlk öncə görürəm bu nədir? Bir dəqiqə bunu səlqəli edeyim. Baxıram, görürəm stole. Stole keçmiş zamandadır. Izi çıx, izi çıx, izi çıx. Həmçinin bu robber, the robber da səhvdir. Çünki the diamond bizim nəyimizdir? Diamond bizim tamamlığımız. Ona görə getdi, cavabımız olacaq B variantı. Gəlin baxaq. Bu suala. Philippines adalar qrupudur. Onun üçün olacaq Z artiklı. Burada isə heç nə olmayacaq. Cavab olacaq, yəni B variantı. Biscillasiya, Nexia bu tip şeylərdə artikl işlənmir. Baxaq. Those fish scales cəmdir. 1 və 2 cəmləri götürəcəyimizə görə Y variantı. Off olanda bilirik ki, nəyə baxırıq? Xəbərə. Bu 1. Təkdir. Tək olduğuna görə some, both, ol gedər. Qaldıq every'nin içində. Every ilə də off işlənməz, getdi. Cavab olacaq B variantı. Baxaq 24-cü suala. Deyir, it's winter. Deyir, qışdır. Amma mənə soyuq deyir. Deməli, təzad yaradır. Ona görə cavab olacaq B variantı. Səhv cavabları istəyir. Police həmişə cəmdə olan sözdür. Feil arxasında heç olmaz. Amma səhv istəyirdi, düzdür. And var, are var, 2 düzdür. Amma səhvləri istədiyimizdə görə çıxırıq. Baxaq. Most of our furniture are in source. Yəni, bilirsiniz ki, mostdan sonra gələn birinci sözdən uzlaşdırırıq. Ona görə is olmalıydı. 3-ü də götürək. All var, were var, əla. Cavab olacaq 1 və 3. Qrammatika suallarını sadəcə 4 dəqiqədə izahını paylaşdırıq. Təbii ki, gəlin baxaq bu suallara. Qrammatika indi sadə idi. Ona görə gəlin baxaq bunlara. Deyir ki, the head department has issued a warning about a big heavy rain, strong winds and are expected on Friday. The storm might cause floods. Some areas people advised stay indoors, driving if possible. The power go out during the storm, so people should have flashlights, batteries, and enough food and water for a few days. The storm will start early in the morning, could last. Deyir ki, böyük bir problem olacaq. Hava məlumatları deyir ki, yəni çoxlu yağış, şimşək. Deyir, sizə məsləhət ki, evdən çölə çıxmayın. Batareyalarınızı və s. götürün ki, sonra nə olmasın, problem yaranmasın, yemək, içmək götürün. Bir də bu səhərdən başlayacaq axşama kimi. Baxıram A variantına. A variantında deyir ki, the storm is, deyir, mülayim keçəcək. A getdi.
They recommend that people deyir evlərində qalmaq məsləhət görür. B variantı düzgün variantdır. Only affect the social considerability deyir getdi. No preparation deyir heç bir hazırlıq görməyin getdi deyir. Lost several days yox. Several days istəmirəm. Yəni deyir ki, səhərdən axşama kimi olacaq. Ola bilər əslində. The storm will start early. Hə deyir ki, bax bu will start early. Səhərdən deyir axşama kimi, yəni çox günlər getməyəcək. Ona görə getdi. Cavabımız olacaq B variantı. Bu gün planşetə çəkə bilmirəm deyə biraz çətinlik çəkirəm bununla bağlı. Baxıram. Deyir Sir madam deyir mən yazmaq istəyirəm kurslarına. Deyir bundan maraqlanıram, avqust qruplarına maraqlanıram. Deyir mənə bu haqqda məlumat verə bilərsinizmi? Günləri bu da deyir. Frequent information deyir. Məlumat almaq istəyir, cavab o variantı. Nə qədər çox sadə yəni. Tərcümə edən kimi tapılır. Burada isə deyir ki, onu özünüz oxuyursunuz təbii ki. Deyir, Dear Alex, I hope doing well. I am writing invite to my birthday party Saturday 4 p.m. deyir. Çağırır da, cümlə çağırır. Deyir, nə üçün yazmışdır? To ask help to kömək üçün yox. Invite to Alex to birthday. Bəli, birthday. B variantı. Bu qədər sadə, yəni çox da çətin deyildi. Yəni bu da siz baxın suallara çox çətin deyil. Sadəcə yəni elə belə izah üçün dedim ki, yəni burada da danışır. One of the Eagles və sair axır. Yəni bu da çox önəmli deyil. Ona görə bunda izahını önəmli deyil əslində uşaqlar. Prosta özünüz işləsiniz daha yaxşı. Bunun sırf tərcüməsini verəndən sonra nə başlayın işləmə. Yəni əsas burada izah edici şeylər qrammatika idi. Bunu da işləyə bilərsiniz özünüz üçün. Yəni son bir gün qalıb, ona görə çox da bir şey demək istəmirəm. Sağ olun, salamat qalın.